Sən də onu yığ işlərinə görün mən. Yox, Yığ işi görün mən. Əllə danışma da. Niyə əllə danışırsınız ki? Maşın yer yok. Sen maşını yoktu onu da dersin. Maşın lazım da değil. Sesen maşın var. Uşaklarımız da burada yapacak. Sumqayıt şəhər 17-ci mikrorayon 46-cı binanın qarşısında uşaqlar üçün əyləncə qurğularının quraşdırılacağı deyilir və bununla bağlı sakinlərə məlumat da verilib və artıq işlər də başlanılıb. Amma maraqlıdır ki, sakinlər bunu istəmirlər və deyirlər ki, əgər belə olarsa, onlar avtomobil saxlamağa yer tapmayacaq. Uşaq əyləncə məlikəsi düzəldilir. Yəni qurğuları deyil, də belə. Ona da biz narazıyıq. Orada yanğın söndürən su yeri var. Orada da. Uşaqlar üçün oynamaya yer qalmır axı burada. Həyat da balacadır. Axşam maşın əllə tərpənmək olmur. Burada bu əyləncə mərkəzi salsınlar. Biz yəni elə şeyin əleyhinə deyilik, amma bura uyğun deyil də. Məsələn, orta hissəsi var, ora məsələn maşın saxlamaq olmur, orada yarada bilərlər. Sonra qazanxananın yanı boşdur, torpaq yerdir. Torpağı ləğv eləsinlər, orada qursunlar. Amma asfaltlı yer balaca bir yerdir. Yəni orada da maşınlarımızın saxlama yeridir. O da ləğv olunsa biz burada harda saxlayacağıq? Biz istəmirik də burada olsun. Çünki uşaqlar oynamağa yeri yoxdur, maşın saxlamağa yeri yoxdur. Orada paşarını var. Su götürməyə hardan götürəcək paşarını gələndə? Bəzi yerlərdə şikayət edirlər ki, həyətdə uşaqlar üçün əyləncə qurğusu yoxdur, nə bir filan şey yoxdur. Ha burada olur, amma deyirsiniz ki, yerimiz daralacaq, hə? Yer amma yeri dardır toparan. Cəmaətin burada yer olmayacaq. Onun fikirləşir. Çünki kənar yerdən gətirirlər. Bu adam işdən gəlir məsəl üçün maşını tapmağa qoymuyor, yer yox. Ya elə bir qalacaq burada. Təcil bir iş olanda çıxa bilməyəcək. Kimdir burada iş görən? Soruşmusunuz? Bu deyəsən özəl şirkətə oxşuyur. Özəl şirkət. Elə bir şey oxşuyur. Burada əyləncə qurğusu olacaq deyirsiniz, dəqiq belə bir şey olacaq. Yəni bu məlumatı sizə kim verdi? O özləri dedilər də, özləri. İndi bugün buraya gəlməyiblər. Yəni bəlkə başqa bir şey olacaq. Başımıza o qədər belalar gəlib, elə bir şey adıyla tikirlər. Ağaclar qalır içəridə, sonra ağaclar ləğv olur. Orada izdaniya, bina. Biz də onu fikirləşmişdik ki, belə bir şey ola bilər. Belə daha yaxşıdır. Uşaqlar oynamağa, yaşlı adamlar gəlib oturub istirahət eləməyə çox qəşəng. Ellik söz, Allah sarılsayla, çox əladır. Bəs bu qədər sakin narazıdır. Niyə naraz olur? Deyir avtomobil saxlama yeri olmayacaq. Avtomobil odur, sanki var orada. Evinin qabağında yer aldı, oradan niyə saxlamalıdır zəqamızda? Bunu ki, mən burada dalınca Yaxşı, indi də saxlamıyorduk. Boş idi bura. saxlayırdım, nə saxlamırdım? Kim saxlamıyor? Mən. Bir dənə maşın vardı burada. Həyat da boş idi. O vaxt boş idi. İndi ki, onun yer yoxdur, kənarıyla saxlayır. Maşın yer yoxdur. Sən maşını yoxdur, onu da deyirsən. Maşın lazım da deyil. Sesen maşın var. Cəmaatın dərdi odur ki, bir ildən sonra bu ləbq olacaq, ləbq olacaq. Başqa şeylər olacaq burada. Burada tikinti gedəcək ondan sonra, Doğruyu baxarsan. qorma. Sən də onu yığ işlərinə görün mən. Yox, Yığ işi görün mən. Yox, bura nə tikirsən, nə quraşdırırsan? Icra kimi düşür. Əllə danışma da. Niyə əllə danışırsınız ki? Uşaqlar üçün əyləncə mərkəzi. Sumqayıt şəhərində tədbirlər planına uyğun olaraq məhəllələrdə abadlıq işləri aparılır, nümunəvi məhəllələr yaradılır. Qeyd olunan ərazidə də sakinlərin rahat istirahətini təmin etmək üçün bu cür nümunəvi bir məhəllə yaradılır. İşlər qısa müddətdə yekunlaşacaq və ərazi sakinlərin istifadəsinə veriləcək. Onu da qeyd edim ki, görülən işlər sakinlərin uzun müddətli maraqlarına xidmət edir. Bu cür abadlıq tədbirləri gələcəkdə şəhərin digər ərazilərində də davam etdiriləcək.